Hə, köhnələr, sabahınız xeyir olsun. Sizə bir dənə plamenli salam, prospektin köhnə məhəllələrin birindən. Salam olsun prospekt uşaqlarına Asobi, prospektin köhnələri mənim üçün birincidir. Dalishi getdik, salam olsun bütün Yasamal rayonuna, salam olsun Kubinkaya, salam olsun Çadrovaya, salam olsun Sovetskiyə. Hamıya bir dənə böyük bir dənə qəlbdən qəlbə salam. Bir dənə məsələyə toxunmaq istəyirəm. Bax, mənim nömrələrim orada qeyd olunub da profildə. Bir də görürsən ki, yəni gün ərzində bir neçə dəfə, hətta elə vaxt olur ki, axşam saat 11-dən sonra da kimsə götürür, yığır. Başa düşürəm, indi ürəyiniz doludur, danışmaq istəyirsiniz, amma bir dənə onu nəzərə alın ki, siz çoxsuz, mən təkəm. Mənim də işim gücüm var, ailəm var, mən də yatmalıyam, durmalıyam, istirahət eləməliyəm. Yəni mənim işim gücüm tək bu video bloqlarımı paylaşmaqda deyil də. Hamınız bilirsiniz ki, mən kommersiya bloqeri deyiləm. Yəni reklam eləmişəmsə kimin üçünsə, onların əksər hissəsi ancaq dostdaşınadır. Yəni yalandan gedib març-murç eləməmişəm, yalandan məlumat verməmişəm. Həmişə mənim reklamımda məlumat xarakterli olub. Yəni göstərmişəm ki, bax belə bir yer var, gəlin, yararlanın. Başa düşdünüz? Yəni bu deməkdir ki, mənim vaxtım, mənim işimə, gücümə, ailəmə gedir. Amma buna baxmayaraq mən öz nömrəmi də qeyd eləmişəm. Hər bir adama necə deyirlər açığam. Yəni nə cür istəyirsinizsə, yəni sizin sözünüzü dinləməyə mən hazıram. Amma bunun sposobları var da, yəni vasitələri var da. Yəni durub belə zəng eləmək, narahat eləmək məncə bu biraz yaxşı şey deyil də. Bizdə deyər, yaxşı deyil. Rəhmətli anam deyər, yaxşı deyil. Ona görə. İndiki rəqəmsal epoxamızda WhatsApp-ı var, bunun Telegramı var, nömrə var, nəsə sözünüz var, buyurun yazın. Yazın, mən də sizə geri dönəcəm. Yəni trubkanı götürüb zəng eləmək, bir dənə onu bilin ki, siz narahat edirsiniz. Yəni ümumiyyətlə belə deyək. Yəni ki, biraz belə məsələlərdə belə delikatlı olmaq lazımdır. Başa düşdünüz? Sabahınız xeyir olsun. Onu da nəzərə alın ki, bugün 1 iyundur. Beynəlxalq Uşaqlar Günü. Buradan üz tuturan bütün Allah saxlamışlara. Allah hamımızın balalarımızı saxlasın. Allah bütün balalarımızı xoşbəxt eləsin. Bütün nə ki niyyətlərimiz var, hamısı inşallah çin olsun. Bilirəm də hər valideynin öz uşağına baxanda onun baxışı başqa bir baxışdır. O ona baxır, istəyir ki, onun övladı özü hansı ki səhvlər eləyib öz həyat ərzində onun övladı o səhvləri eləməsin. Hər valideyn uşağına baxanda baxır, onu fikirləşir ki, o əziyyətləri hansı ki özü çəkib, onun uşağı o əziyyətləri çəkməsin. Baxır valideyninə, özünün daha doğrusu uşağına valideyn baxır, bağışlayın, mən də biraz kədərləndim demək olar ki, baxır fikirləşir ki, hansı anlarda ki özünün gözündən yaş gəlib, onun övladlarından, gözlərindən o göz yaşları gəlməsin. Olsun, göz yaşı olsun, ancaq sevinç göz yaşı olsun. Həm valideynlərdə, həm də sizin necə deyərlər o övladlarınızda. Sabahınız xeyir olsun, qəlbdən qəlbə.